Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, xüsusi yağışlı bir gün gözlənilmir. Şimal-qərb küləyi əsəcək, ilk olaraq 5-10 metr saniyə sürətlə və güclə başlayacaq. Günün ikinci yarısından etibarən əsasən səhər saatlarından sonra cənub-şərq küləyinin əvəz olunacaq ki, 8-13 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz isə deməli 45-50% aralığında dəyişəcək və günün gedişatında havanın temperaturu qeyd elədiyimiz kimi 30-35 dərəcə aralığında dəyişəcək. Axşam saatlarına doğru isə 19-22 dərəcə aralığında az da olsa aşağı enəcək. Bölgələrimizə keçid alırıq. İlk olaraq bir daha xatırladaq ki, bugün bölgələrimizdə Naxçıvan bölgəsi, Qərb bölgəsi və Şimal bölgəsi üçün sarı xəbərdarlıq nəzərə alınıb ki, bunun detallarını isə indi sizlə bölüşəcəm. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək bu ərazilərdə bugün əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin axşama doğru az yağıntı ola bilər. Düzdür, bu az yağıntı desəydə, bu yağıntının daxilində qısa müddətli dolu düşmə ehtimalı var və qısa müddətli şimşək çaxma ehtimalı var. Sadəcə olaraq gün boyu davam eləməyəcək. Bununla bağlı əsas xəbərdarlıqlardan biri də təbii ki, küləyin istiqaməti ilə əlaqəlidir ki, şərq küləyi əsəcək. 5-10 metr saniyə sürətlə və güclə başlayıb 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu isə burada da 30-35 dərəcə aralığında dəyişəcək. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Sadəcə olaraq bəzi yerlərdə qısa müddətli yağıntılar ola bilər. Qısa müddətli yağıntının daxilində dolu düşmə ehtimalı var və şimşək çaxma ehtimalı var. Şərq küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 30-35 dərəcə, bəzən 32 dərəcə aralığında dəyişəcək. Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl bu ərazilərimizdə də havanın gedişatında demək olar ki, eyni gedişat bizi gözləyir. Belə ki, şərq küləyi əsəcək, 5-10 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Bəzən 15 metr saniyə sürətlə və gücə qədər qalxa bilər. Bəzi yerlərdə qısa müddətli yağıntı olacaq. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Havanın temperaturu isə 28-30 dərəcə aralığında dəyişəcək. Qərb bölgəsinə keçid alırıq. Qərb bölgəsində də bugün şərq küləyi əsəcək, 5-10-15 və qeyd elədiyimiz kimi xəbərdarlıq olduğuna görə bəzən 18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 30-34 dərəcə aralığında dəyişəcək. Axşam saatlarına doğru isə temperatur bir balaca aşağı enəcək. Qısa müddətli yağıntılar gözlənilən halda gün boyu davam eləməyəcək. Əsasən də axşama doğru yağıntılar tədricən kəsiləcək. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində də bugün əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da yüksək dağlıq ərazilərdə olan qısa müddətli yağıntılar bölgə ərazisinə az da olsa təsir göstərəcək və bu yağıntı daxilində bir daha qeyd edilir ki, qısa müddətli olmağına baxmayaraq dolu düşmə ehtimalı, şimşək çaxma ehtimalı var və az miqdarda yağıntılı, yəni yağışlı hava şəraiti müşahidə olunur. Şərq küləyi əsəcək, 5-10, bəzən 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu yüksək dağlıq ərazilərdə 11-20 dərəcə aralığında, bölgə ərazisində isə 27-32 dərəcə aralığında dəyişəcək, amma daha çox temperatur 20-li dərəcələr aralığında öz əksini tapacaq. Keçid alırıq deməli mərkəzi Aran bölgəsinə. Mərkəzi Aran bölgəsində bugün əsasən yağmursuz hava şəraiti gözlənilir. Əslində çiskinli hava şəraiti də müşahidə olunmur. Gün boyu daha çox isti hava şəraiti gözlənilir. Belə ki 36 dərəcəyə qədər isti olacağı ehtimal olunur. 30 dərəcədən başlayacaq, 36 dərəcəyə qədər yüksələcək. Axşama doğru isə ən çox 28-27 dərəcəyə qədər enəcək. Şərq küləyi əsəcək. Şərq küləyi burada da 5-10, bəzən 15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Son olaraq cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində isə şimal-şərq küləyi əsəcək və bu şimal-şərq küləyində 5-10 metr saniyə sürətlə və güclə başlayıb, bəzən 15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Küləyin istiqaməti o qədər də güclü deyil. Havanın temperaturu yüksək dağlıq ərazilərdə 11-20 dərəcə aralığında, ümumi bölgə ərazisində isə ən çox 27-28 dərəcəyə qədər isti olacaq və qeyd elədiyimiz kimi küləyin istiqamətinin o qədər çox olmamağı və yağıntıların da çox gözlənilməməsi nəticəsində bugün cənub bölgəsi biraz isti hava şəraiti ilə günü tamamlayacaq. Amma günün gedişatında çox az miqdarda yüksək dağlıq ərazilərdə qısa müddətli yağıntı ola bilər. Bölgə ərazisinə o qədər də yüksək təsir göstərməyəcək. Belə. Bugünə həm paytaxtımıza, həm də bölgələrimizə aid olan hava haqqında əsas məlumatlar bunlar idi. Bir daha qeyd edirik ki, Naxçıvan bölgəsi, Qərb bölgəsi və Şimal bölgəsi üçün sarı xəbərdarlıq var. Küləyin istiqamətinə görə paytaxtımız üçün gözlənilmir və digər gedişatlar da gün boyu necə olacaq hamısını sizə çatdırdıq. Amma hər zaman qeyd elədiyimiz kimi mütləq şəkildə Milli Hidrometeorologiya Xidmətinin gedişatında da, yəni saytında da paylaşılan xəbərləri izləyin. Çünki hər hansı bir dəyişiklik olsa tam olaraq məlumatları əldə edə bilərsiniz. Amma hava necə olur, necə dəyişirsə
bu sizin əhval-ruhiyyənizə mənfi təsir göstərməsin, gününüz gözəl yekunlaşsın. Biz isə indi qısa bir fasiləyə keçirik, sonra proqramımız öz axarında davam edəcək.